Bütün günü bir yerde yakan. And ol Allaha. Sen narahat olma, vaxt tapır. İndi ben bir şey deyəcəm. Andın anamın qıldığı namazı. Hə. Öyle koy kulağınıza. Ləman and içmə. Niyə and içmirəm ki? İstəyirsiniz? Qıza davranışlarından bəllidir. Boş-boşuna bacı burada məsləhət vermir. Alo. Konumunu izləyirsən. Başqa WhatsApp yoxdur. Telefonu yoxdur, nömrəsi yoxdur. Konumda hara göstərən çox? İbiş sən yanın, bir də getdiyi yer. Halal olsun sana. Bu yaxınlarda mənim bir tanışım var idi, adlarını çəkmirəm. Qız da onu elə konumdan izləyirdi. Getdi ilə konumdan bir dənə qızla tutdu onu. İnanırsan and ol Allaha. Hatta burada TikTok'da demirəm də kimdir. Elə konumla başına dönüm. Maraqlan sən. Səhv çıxsan üzr istəməlisin. Nə bilirsən üstüdür. Deyib üzr istə. Yo, sevəndə insan niyə üzr istəməyə, niyə qürursuzluq olsun ki, səhvin varsa üzr istə də. Bu dəfə istə də. Hə, istə. Hə. Nə çatar qılağına? Çatsın da nədir bu mafya babası zatdır, çatıb nə qayracaq? İndi haradadır, konumunu izləyirsən? Evdədir. Danışırsınız, onda bəs blok atmışdı səni. Və blok atıbsa konumu necə görsən sən? Sən gizli konumdan izləyirsən. WhatsApp'daki konuma yedi var. Bilmirsən onu izləyirsən. Keçib dayı, keçib. Get otur evlərində, get. Mənə bax, o necə eləmişsən? Proqramdır. O bilmir. Maraqlıdır, yaxşı. Git, daş qız başına. Allah haqqı, bir də bir nəfəri tanıyırdım. Desəm, biləcəklər kimi deyirəm, ona görə canlıda demirəm. Qurana and olsun. Qız elə bunu kimi gizlin konum qoymuşdu. Oğlan ürəksiyində telefonu söndürdü, telefonu yandırdı. Qız özünü cırırdı, heç xeyri de olmurdu. Alo, ad yazmayın bura. Qaldı qulağımda. Alo. Ondan da öyle, eləmək istəyən eləyir.